Yerli şirkətlərin tanıtım sərgisi artıq 6 ildir ki, yerli şirkətlərin məhsul və xidmətlərinin təqdim edildiyi ən böyük platformalardan biridir. Sərgidə qida, IT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlər təmsil olunur. Bugün təşkil olunan sərgi yerli istehsalın təşviqi, istehsalçılarla istehlakçılar arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsi və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından olduqca əhəmiyyətli bir platformadır. Məqsədimiz yerli sahibkarlarımızı daha geniş kütləyə tanıtmaq, yerli sahibkarlarımızı daha geniş kütlə ilə tanış eləmək və xarici bazarlara çıxışlarını təmin eləməyə dəstək göstərməkdən ibarətdir. Bu ilk sərgidə də Kobiya mikro və kiçik sahibkarlıq subyektlərinin ödənişsiz olaraq iştirakına dəstək göstərib. Bugünkü sərgimiz və ümumən bu tanıtım sərgisi əlbəttə ki, təkcə məhsulların nümayişi deyil, eyni zamanda iqtisadiyyatımızın, sahibkarlarımızın gücünü göstərir, onların potensialını göstərir. 4 ildir yerli bazarlarda yer alan Mr. Food şirkəti də sərgidə geniş çeşidli və yüksək keyfiyyətli məhsulları və təklifləri ilə təmsil olunan şirkətlər arasında ön sırada yer alırdı. Şirkət həm yerli, həm də xarici bazarlarda müştərilərinə ekoloji, təmiz, dayanıqlı və estetik parket məhsulları təqdim edir. Şirkət istehsalında əsasən palıd, qoz, ağcaqayın və görüş kimi növləri, həmçinin Rusiya və Avropadan gətirilən xam mallar istifadə edir. Mr. Food Azərbaycanda parket istehsallardan məşğuldur. Parketin bütün növ döşəmə sistemlərinin istehsalı bizcə mövcuddur. Bütün növ parket üçün də Avropaya, digər ölkələrə getməyə gərək yoxdur, hansı ki, Azərbaycanda Mr. Food şirkəti öz fəaliyyətini göstərir. Arxada gördüyünüz bütün məhsullar Azərbaycana, Avropadan gəlir, İtaliyadan, Fransadan və s. digər ölkələrdən. Hal-hazırda hansı ki, Mr. Food Azərbaycan adına bu məhsulları buraxır. Təbii ki, bu həm cibinizə qənaət eləyir, daha da uyğun qiymətə, həm də keyfiyyətimiz də heç bir Avropa məhsulundan geridə qalmır. 4 gün davam edəcək yerli şirkətlərin tanıtım sərgisində ölkənin ən böyük yükdaşıma şirkətlərindən olan 166 yükdaşıma şirkəti də öz stendi ilə təmsil olunur. Azərbaycanda 15 ilə yaxındır fəaliyyət göstərən 166 yükdaşıma şirkəti yerli şirkətlərlə yanaşı, hazırda bir sıra xarici şirkətlərlə də əməkdaşlıq edir. Şirkət bu dəfəki sərgidə təkcə yükdaşıma deyil, eyni zamanda təmir, tikinti, bağban, təmizlik işləri və digər bir neçə xidmət növü ilə də təmsil olunurdu. İstəyirik ki, müştərilərimiz artıq bizi digər xidmətlərlə də yaxından tanış olsunlar. Yaxındır ki, fəaliyyətimiz var bu sadaladıq, adını çəkdiyim xidmətlərlə bağlı. Lakin bugün biz tək Azərbaycanda deyil, dünyanın 9 ölkəsində artıq fəaliyyətimizi başlatmışıq. Eyni burada təqdim etdiyimiz demək olar ki, xidmətlərin əksəriyyəti digər regionlarımızda da mövcuddur. Biz Dubayda, Çində, Polşada, Rumuniyada, Türkiyədə, Gürcüstanda, Amerikada, Özbəkistanda, Qazaxstanda bu ölkələrdə də fəaliyyət göstəririk. Və bugünkü gündə Marsol qrupun təşkil etdiyi bu sərgidə də həm həmin şirkətlərin fəaliyyəti haqqında, həm bizim ölkə daxili, ölkədən digər beynəlxalq ölkələrə daşınmalar, həmin ölkələrdən Azərbaycana daşınmalar fürsətləri təqdim edə bilirik. Qeyd edək ki, iyun 20-dək davam edəcək sərgidə texnoloji yeniliklər, yeni brendlər, ekoloji təmiz və dayanıqlı istehsalı dəstəkləyən şirkətlərin iştirakına üstünlük verilib. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.